Salam aleyküm əziz müsəlmanlar. Keçən dərsdə biz məd və çəkər qaydalarını öyrəndik. Bu gün isə dördüncü qaydamızı, yəni şəmsi və qəməri hərfləri öyrənəcəyik inşallah. Və əlavə olaraq həmişəki kimi buna aid müxtəlif sözlər və nümunələri də oxuyacaq. Bismillah. Deməli, ərəb dilində bildiyimiz kimi 28 hərf var və bunların tən yarısı, yəni 14-ü şəmsi hərflərdir. Digər yerdə qalan 14-ü isə qəməri hərflər sayılır. Əvvəlcə şəmsi hərflərin deməli hamısını burada sadalayaq. Görək hansı hərflər ümumiyyətlə şəmsi hərflər sayılır. Deməli bunlar tə, də, dəl, zəl, ra, zə, sin, şin, sad, dad, ta, va, ləm və nun hərfləridir. Bəli, bu hərfləri əzbərləmək daha yaxşı olardı. Lakin Quranı çox oxuyan insanlar buna elə də ehtiyacı olmur. Çünki gündəlik qiraətdə hər səhifədə ən azı 15-20 dəfə bununla rastlaşırlar. Bu halda təbii ki, onun üçün adiləşir və hərfləri əzbər bilməsə də praktik olaraq düzgün tətbiq edə bilir. Yaxşı, bu hərflərin qaydası nədir? Nəyə görə biz bunları öyrənirik? Deməli, əvvəlcə ərəb dilində belə bir artikl var. Biz onunla tanış olaq. Deməli, əlifləm və yaxud da əl artiklı. Bu bizim dilimizdə buna uyğun qayda olmadığı üçün bir çoxları da ingilis dilinin məlumatı var. Deməli, ingilis dilində the müəyyənlik artiklı var. Həmən o the müəyyənlik artiklına uyğun gələn, deməli, onun qarşılığıdır ərəb dilində. Məsələn, çox zaman eşidirik belə sözlər. Əl-kitəb, əl-məkən, əl-insən. Yəni, müəyyən bir insan, müəyyən bir kitab, müəyyən bir məkan və s. Bildiyimiz kimi, məsələn, ingilis dilində olduğu kimi ərəb dilində də eynidir. İngilis dilində, məsələn, var qeyri-müəyyən varlıqlar, məsələn, hər hansı bir stol, stul, kitab, dəftər və s. Həmçində müəyyən deməli, varlıqlar var. Məsələn, haqqında danışırıqsa, artıq o bizə məlumdur. Eyni deməli, qayda ərəb dilində də mövcuddur. Onun belə deyək, qarşılığı həmən bu the artiklının qarşılığı əlifləm artiklıdır. Bu hal-hazırda bizə qrammatik cəhətdən elə də vacib olmasa da qısa bir məlumat kimi istədim sizlərə bildirim. İngilis dilində məlumat olmayan, ümumiyyətlə bu mövzunu tam anlamayanlar üçün onu deyim ki, bu hal-hazırda elə də vacib deyil. İnşallah bunu gələcəkdə ərəb dilini öyrəndikdə və ərəb dilinin qrammatikasını deməli keçdikdə daha yaxşı anlayacaqsınız. Ona görə birbaşa keçək bizə lazım olan tərəfi, yəni oxumaq tərəfindən. Demək, bu əlifləmi biz şəmsi və qəməri hərflərlə qarşılaşdırdıqda, əvvəlcə şəmsi hərflər haqqında danışaq. Hər hansı bir şəmsi hərflə başlayan söz olarsa, məsələn, dedik ki, bundan əvvəl şəmsi hərflər hansılardır? Ekranda hal-hazırda gördüyünüz hərflərdir. Bunlardan hər hansı ilə başlayan bir sözü əlifləmlə qarşılaşarsa, o zaman həmən əlifləmdəki ləm oxunmur, onun əvəzinə həmən o şəmsi hərflə başlayan söz qoşulaşır. Gəlin nümunənin üzərindən baxaq ki, tələbələr üçün çətin olmasın. Məsələn, əlifləm üzərinə gəlirik. Hər hansı bir söz, məsələn, götürək ilə şəms sözünü. Şəms günləşdirməkdir, bizim dilimizdə də işlənir. Əgər əlifləm bu sözün qarşısında gəlsə, nə baş verəcək? Biz bunu oxuyacaq əl-şəmsu kimi, yoxsa başqa cür? Əlbəttə ki, xeyr, dediyimiz kimi, bu halda şəmsi hərflə qarşılaşan əlifləmdəki ləm, burada da qırmızı ilə göstərmişəm, oxunmur. Onun əvəzinə oxunur necə? Əş-şəmsu. Həmən bu şəmsi hərflərdəki deməli, şəmsi hərflərdən başlayan söz qoşulaşır. Gördüyünüz kimi, əl-şəmsu deyil, əş-şəmsu kimi oxuduq. Başqa bir misala baxaq.
Məsələn, əlifləm və hər hansı bir söz, dəftər sözü götürək. Çünki dəl hərfi də şəmsi hərflərin arasında idi. Burada olmalıdır necə? Əl dəftəru olmalı idi adi hal. Ancaq elə oxunmur. Təbii ki, bu qayda səhvdir. Olmalıdır. Əd dəftəru. Yəni dediyimiz kimi ləm oxunmur. Onun əvəzinə şəmsi hərf, yəni burada dəl hərfi qoşalaşır və olur əd dəftəru. Daha bir sözümüzə baxaq. Məsələn, əl üstəgəlsin talibun sözü. Talib tələbə deməkdir. Olmalı idi, belə adi qaydada oxusaq, əl talibu. Lakin belə deyil, çünki şəmsi hərfdir, ta hərfi. Az öncə şəmsi hərflərin içində gördük bunu. Ona görə ləm oxunmur, onun əvəzinə ta hərfi qoşulaşır və olur əd talibu. Baxın bu şəkildə. Əd talibu. Daha bir misala baxaq. Əl üstəgəlsin təcirun sözü. Təcir bizim bizdə də elə tacir deməkdir. Burada olmur. Əl təciru bu xətadır. Olmalıdır. Ət təciru. Bəli. Bu şəkildə deməli şəmsi hərflər əlifləmlə şəddələnir. Ümid edirəm ki, aydın oldu dinləyicilər üçün. Yaxşı, bəs qəməri hərflər hansılardır? Deməli dediyimiz kimi qəməri hərflər yerdə qalan 14 hərfdir. Onları burada sadalayaq. Deməli əlif, bə, cim, hə, sonra xa, ayn, qayn, fə, qaf, kəf, mim, vav, hə və yə hərfləri. Yerdə qalan 14 hərf. Bəs bu deməli qəməri hərflərin qaydası nədir? Necə olur? Onların işi asandır. Sadəcə olaraq olduğu kimi oxunur. Yəni heç nə düşmür, heç nə əlavə olunmur, heç nə qoşalaşmır, şəddələnmir. Adi qaydada oxunur. Gəlin indi isə bir misala baxaq. Məsələn, əlifləm üzərinə gəlirik. Hər hansı bir qəməri hərflə başlayan söz cənnətun və olacaqdır. Əl-cənnətu. Gördüyümüz kimi heç nə qeyri-adi bir şey baş vermədi. Ləm öz qaydasında oxundu. Daha doğrusu qəməri hərf öz qaydasında oxundu. Şəmsi hərf kimi qoşalanmadı. Heç nə düşmür, heç nə əlavə olunmur. Adi qaydada, bildiyimiz qaydada oxunur. Daha bir misala baxaq. Məsələn, xubz sözü, xubz çörək deməkdir. Əl üstəgəlsin xubz sözü. Olur əl-xubuzu. Bəli. Daha bir nümunəyə baxaq. Qaləmun. Əl üstəgəlsin qaləm sözü olur əl-qaləmu. Bəli, gördüyünüz kimi yenə də heç nə baş vermədi. Bununla da deməli biz şəmsi və qəməri hərflər qaydasını öyrənmiş olduq. Əlhamdülillah. Növbəti dərsimizdə inşallah həmzə qaydası haqqında məlumat veriləcək. Suallarınız, dərslə əlaqədar fikirləriniz varsa, videonun altında şərh bölməsinə yaza bilərsiniz. Kanallarımıza, xüsusən də Telegram kanalımıza abunə olmağı unutmayın. Məhz Telegram qrupumuzda öz biliyinizi daha da möhkəmləndirə bilərsiniz. Videonu bəyənməyi və şərh yazmağı və digərləri ilə paylaşmağı da təxirə salmayın. Çünki bu videonun daha çox insan kütləsinə çatmasına birbaşa səbəbdir. Və xeyir işə səbəb olan o işi görmüşsündür. Allah'a əmanət olun. Esselamu aleykum.